Salam dəyərli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Bugün yepyeni bir mövzunun izahını verəcəm. Dəyərli müəllimlər, bizim bugünkü dərsimiz parçanın xassələridir. İnanın ki, bugünkü mövzumuz o qədər maraqlıdır ki, inanıram ki, sizə öyrənmək o qədər çətin olmayacaq. Birbaşa gündəlik həyatımızla bağlıdır və bu dərsi öyrənməkdə elə də bir çətinlik çəkəcəyinizi düşünmürəm. Elə isə gəlin keçək mövzumuza. İlk öncə qeyd edeyim ki, biz gündəlik həyatımızda müxtəlif fərqli parçalardan istifadə edirik. İstər geyimimizdə olsun, istər tekstil məmulatlarında olsun. Bəs heç düşünmüsünüz ki, nə vaxtsa bir parçanı digərindən fərqləndirən nədir? Elə bugünkü dərsimizin əsas məğzi də bundadır ki, parçanın xassələrini öyrənib, onun keyfiyyətə, rahatlığı və istifadəyə necə təsir etdiyini araşdırmaqdır. Elə bunun üçün də, yəni sizə belə bir beynimdə sual qurmuşam ki, siz növbəti dərsi mənə təhvil verəndə sizə ilk sualım bu olacaq müəllimlər. Hər kəs dərsə qoşulduqda əynində müxtəlif parçadan hazırlanmış geyimdən istifadə edəcək. Və sualım da sizə ondan ibarətdir ki, sizcə o hansı xüsusiyyətə malikdir? Yəni, tutalım ki, mən kətan parça geyinmişəm, mən sizə kətan parçanın xüsusiyyətindən danışacağam, beləncə. Yəni, bu suala cavab verildikdən sonra artıq keçəcəyik mövzumuza. Yəni, inanın ki, bu sizə həm dərsi yaxşı aşılamaqda, həm də kreativ bir fikir olaraq dərsə maraq oyatmaqda kömək eləyəcək. Elə isə, gəlin parçanın xassələri haqqında danışaq. Deməli, parçanın xassəsi deyəndə, onun əsas yaradılmasında, istismarında, işlənilməsi vaxtı göstərdiyi obyektiv xüsusiyyətlər hesablanır. Yəni, parçanın xassəsi tikiş məmulatı istehsalında bütün mərhələsində mühüm əhəmiyyət kəşf edir. Və şərti olaraq da parçanın bir neçə xassəsi qəbul olunmuşdur ki, burada daxildir həndəsi, gigiyenik, texnoloji və fiziki mexaniki xassələri. İlkin olaraq qeyd edeyim ki, parçanın fiziki mexaniki xassəsi deyəndə əsas nəzərdə tutulur parçanın möhkəmliyi, uzanma qabiliyyəti, sürtünməyə davamlı olması və parça tikili halda şax durub durmaması nəzərdə tutulur. Yəni, əsas xüsusiyyətləri bunlardır. Ondan sonra gəlir parçanın texnoloji xassəsi. Texnoloji xassə deyəndə, parçanın istehsal, emal və istifadə prosesində onun davranışının müəyyən edən xüsusiyyətləridir. Bu xassə parçanın keyfiyyətinin istifadəyə yararlılığını təyin edir. Burada onun tikiş qabiliyyəti, kəsilmə rahatlığı, ütülənmə xüsusiyyətləri, ondan sonra sürüşkənliyi, iynə ilə zədələnməsi və s. kimi xüsusiyyətləri özündə ehtiva elətdirir. Ondan sonra bir də gəlir gigiyenik xassəsi. Gigiyenik xassələrimiz deyəndə isə, yəni bu elə adından da bəllidir demək olar ki, parçanın hava keçirməsi, istilik keçirməsi, toz götürməsi kimi əlamətləri özündə cəmləşdirir. Və ən sonuncu xassədən biri də həndəsi xassədir. Həndəsi xassə ilə adından da bəlli olduğu kimi, orada forma və ölçü parametrləri əsas ehtiva edir və parçanın keyfiyyətini, işlənmə və istifadə rahatlığını müəyyən edir. Burada daxildir onun uzunluğu, eni, qalınlığı, ağırlığı, sıxlığı, formasını saxlaması, dartılma və elastikliyi və s. kimi xüsusiyyətləri özündə cəmləşdirir. Və biz sizlə bir neçə parçalarla tanış olmuşduq. Bugün burada pambıq, xovlu parçalar, kətan və ipək haqqında danışacağıq. Gəlin birinci pambıq parça haqqında danışaq. Dəyərli müəllimlər, birinci onu deyim ki, pambıq parça biz bilirdik ki, əsasən harda istehsal olunurdu? Daha doğrusu harda istifadə olunurdu? Xalq təbabətində, partlayıcı maddələrinin tərkibinin doldurulmasında, müxtəlif trikotaj tərkibli parçaların elastiklik, yumuşaqlıq verilməsində, hətta mineral liflərdən asbest lifinə yumuşaqlıq verməkdən ötürü, toxunacaq hala gətirməkdən ötürü pambıq parçadan istifadə olunurdu. Və bir növ ümumiyyətlə pambıq parça çox geniş istifadə olunur. Bugün isə həmin bu pambıq parçanın, yəni hər sahədə əlimizə çatan pambıq parçanın xassələri ilə tanış olacağıq. Pambıq parça özü geniş çeşidli tikiş məmulatlarının hazırlanmasında istifadə olunur. Yəni, bir sıra xüsusiyyətlərə malikdir. Xeyli möhkəmdir, çoxsaylı dartılmaya və qatlanmaya kifayət qədər davamlıdır. Higroskopik xassəyə malikdir. Parça əksər hallarda yaxşı döşənir, asanca kəsilir, sürüşmür.
Parça hətta 180 qata qədər döşənməyə imkan verir. İşlənməsi asandır, sapı tökülmür. Tikişdə sapın aralanmasına təsadüf hallarda baş verə bilir. Yəni iynə ilə çapılma kimi əksər hallarda bəzən rast gəlinir. Və bir də pambığın tərkibində çox miqdarda sintetik olduqda artıq bu xüsusiyyətləri nisbətən zəifləmiş olur. Nisbətən yox, hətta nəzərə çarpacaq qədər zəifləmiş olur. Tikişdə sapın aralanmasına rast gəlinə bilir. Temperatura dayanıqlığı biraz daha az olur. Yəni daha ehtiyatlı olmaq lazımdır. Yəni temperaturu bir növ optimallaşdırmaq lazımdır. Və yəni bir növ təbii ilə sintetik arasında həmişə fərq olub da, yəni belə daha kreativ desəm. Və pambıq parçadan da əsasən çitdir, bezdir, satindir, trikodur. Eləcə də dəyişiklik geyimlər üçün astarlı, xovlu parçalar daxildir. Bunlardan da əsasən bir çox geyimlərin hazırlanmasında, istər kişi köynəkləri olsun, istər qadın, uşaq, böyük, tekstil məmulatlar olsun, bütün geyimlərin hazırlanmasında geniş istifadə olunur deyərdim. Ondan sonra pambıq parça haqqında bu qədər. Ondan sonra gəlir müəllimlər xovlu parçalar. Xovlu parçalar, belə deyərdim ki, daha aydın izah eləsəm, xovlu parçalar səthində yumşaqlıq, qısa və ya uzun tüklü lifləri olan tekstil materiallardır. Bu parçalar xüsusi toxunma və emal texnologiyası ilə hazırlanır, həm dekorativ, həm də funksional məqsədlərlə istifadə olunur. Xovlu parçanın da özünə görə müxtəlif xüsusiyyətləri, parça növləri vardır ki, əsasən xüsusiyyətlər deyəndə yumşaq və xoş toxunuşlu səthə malik olması, yüksək dekorativliyi, isti saxlama xüsusiyyəti, ağır və yüngül ola bilməsi, toz və çirki toplamağa meyilli olması bunun əsas xüsusiyyətlərindəndir. Və növlərinə gəldikdə isə bunlardan əsasən vellurdur, mahuddur, məxmərdir, velvetdir, velvet kordodur və sair adlarda istehsal olunur və tekstinə görə bir-birindən əksərən fərqlənir. Yəni müxtəlif tekstlərdə hazırlanır. Tekstlərin öyrənməyə ehtiyacı yoxdur. Görürsünüz, heç mən də izahında demirəm. Çünki onlar yəni bizə heç testdə istifadə olunmur. Bir dənə orada əsas cümlə var. Orada onun qara hərflərlə verməyibdir, göy hərflə verib kitabda. Yaxşı olar ki, onu yadda saxlayarsınız. Burada biz onun növlərini sadalayanda dedik ki, bir növü də məxmərdir. Məxmər yeganə xovlu parçadır ki, onun xovu əriş sapında əldə olunur. Yəni əriş sapını kəsməklə əldə edirlər. Digər parçalarda arxacda da ola bilir, ərişdə də ola bilir. Yəni hətta ikisində də ola bilir. Amma məxmərdə sadəcə əriş sapında əldə olunur. Yəni bunları bilməyiniz sizin üçün kifayətdir. Ondan sonra gəlir kətan parçalar haqqında. Biz kətan haqqında da yetərincə məlumat almışdıq. Kətan liflərindən əsasən hazırlanan möhkəm və nəfəs alan toxuma quruluşuna malik parça növüdür. Kətan qədim dövrlərdən istifadə olunmuş ekoloji təmiz və davamlı materiallardan biridir. Bir neçə xüsusiyyəti var. Yüksək möhkəmliyi, nəfəs alma qabiliyyəti, higroskopikdir, təbii antibakteriyal xüsusiyyətlərə malikdir, istini, sərini, soyuğu özündə yaxşı saxlayır, burulmağa meyillidir, kimyəvi maddələrə qarşı davamlıdır. Kətan parçalar əsasən təyinatına görə də bir neçə növdə istehsal olunur. Bunlar da məişət üçün, texniki və tara üçün istehsal olunur. Elə texniki ilə tara demək olar ki, eynidir, eyni mənanı kəşf eləyir, amma ən geniş istifadə olunan məişət üçün hazırlanmış kətanlardır. Kətan parçalar müxtəlif geyimlərin hazırlanmasında istifadə olunur. İstər geyim sənayesində, istər tekstillərində, hətta mebellərdə, dekorasiya üçün istifadə olunan məmulatların hazırlanmasında belə geniş istifadə olunur. Kətan parçalar təyinatına görə kostyumluq, donluq, yeməkxana lavazımatlarının hazırlanmasında, dəsmallıqların, çay dəsmallarının əksəriyyətinin hazırlanmasında da geniş istifadə olunur. Və kətanın hazırlanmasında bəzən kətan viskoz və kətan lafsan tərkibli
parçalardan da istifadə olunur. Kətan lafsan parçası daha geniş yayılmışdır. Onun tərkibində 50, 60, 70, 67% lafsan təşkil eləyir. Kətan lafsan parçası yunluq təsərrüfatı yaradır, xarici görünüşü gözəlləşdirir. İpliyin tərkibi lafsan 50%-dən çox qatdıqda kətan lafsan parçası əzilmir, aldığı formanı saxlamağa dayanıqlığı artır. Ondan sonra sürtülməyə davamlı olur. Higroskopiklik qabiliyyəti kətan parçaya nisbətən aşağı olur. Bu parçanın higroskopiklik xassəsini pisləşdirir və toza meyilli olur. Lakin elə kətan viskoz parçasını da kətan lafsan parçasından üstün cəhəti ondadır ki, kətan viskozda isə toza meyilli olmur, daha higroskopik olur. Yəni hava keçirmə qabiliyyəti daha üstün olur. Kətan viskoz parçasından da əsasən görünüşünə görə ipəyə bənzəyir, yaxşı drapinlənir və əsasən higroskopik ola bilir. Yəni bir üstün cəhəti odur. Onları bir-birindən fərqləndirən elə əsas xüsusiyyətlərindən biri odur ki, kətan viskoz parça kətan lafsana əsasən daha öndə olur. Və bir də onu qeyd edeyim ki, kətan parçalarda bəzən testlərdə düşür, verir ki, ən yaxşı, ən davamlı, ən möhkəm parça hansıdır? Verir kətan, kətan lafsan və kətan viskoz. Orada cavab bəzən müəllimlər kətan lafsan götürür, çünki adətən deyir ki, daha çox tərkibində lafsana rast gəlinir. Xeyr, ən davamlı təbii yolla alınan lifdir. Bu sizə heç vaxt çaşdırmasın. Yəni ola bilər ki, bir parçanı sizə sintetik qarışıqla da verə bilər, təbii yolla da verə bilər. Yəni əsas orada cavab A-nı götürürsünüz o saat, kətanı. Yəni kətan lifi təbii olduğuna görə onlardan daha davamlı və sürtülüb yeyilməyə davamlı olur. Ona görə yəni o testdə heç vaxt sizi çaşdırmasın. O sual biraz müzakirələrə səbəb olunubdu. Ona görə testdə də salmışam. Ona görə dedim qoy izahda da qeyd eləyərəm onu. Ondan sonra gəlir bir də ipək parçalar. İpək parçalarda təbii ipək saplarından toxunan yumşaq, parlaq, dəbdəbəli tekstil materialdır. Ondan min illərdir ki, ən qiymətli zərif parçalar arasında yer alır. Əsasən də ipək qurdu tərəfindən istehsal edilən liflər hazırlanır. İpək parçanın da əsas xüsusiyyətləri vardır. Ora daxildir parlaq və zərif səth, yumşaq və hamar toxunuş, yüngül elastikliyi, nəfəs alma qabiliyyəti, temperatur balansını qoruya bilməsi, nəmi yaxşı hopdurması, zərif və həssas olması və s. kimi xüsusiyyətləri var. İpək parçanın növləri də, müxtəlif növlərdə ipəklərdən istifadə olunur. Bura təbii ipəkdir, şifondur, atlasdır, krepdir, krep jorjetdir, krep jakkartdır, krep deşindir və s. kimi növlərini misal göstərmək olar və ən keyfiyyətlisi və ən bahalı demək olar ipək növü təbii ipəkdir və barama qurdun vasitəsilə əldə olunur. Təbii ki, bunu hər biriniz bilirsiniz, amma digər parçalarda yəni ondan heç də geri qalmır, amma yəni ən keyfiyyətli deyəndə yenə də təbii ipəyə götürürsünüz. Bəzən bu suallar müzakirələrə səbəb olur, ona görə dönə-dönə vurğulayıram. İpəkçilik də demək olar ki, kimyəvi liflərin qatışığından əsasən istifadə olunur. Onların da tərkibinə 50%-dən az olmamaqla pambıq qatışığından istifadə eləyirlər və demək olar ki, əriş üçün kimyəvi liflərdən və onların qatışığından, arxac üçün isə kimyəvi lifdən istifadə etməklə istehsal olunur. Əsasən ipəkdən hazırlanan parçalar. Və ipək parçanın da istifadə sahəsi əsasən geyim sənayesidir. Donlar, köynəklər, şallar, gecə geyimləri, alt paltarları və ev tekstillərinin hazırlanmasında yastıq özlərinin, yataq dəstlərinin, pərdələrin və yaxud da lüks aksesuarların, kravatlar, şərflər, əlcəklər, ondan sonra çantalar və s. kimi geyimlərin istifadəsində də geniş istifadə olunur. Və ipək parça zərif olduğuna görə də xüsusi qulluq tələb edir. Soyuq suda əl ilə yuyulmalıdır, günəş işığından qorunmalıdır. Çünki bilirsiniz də bu parçalar daha günəşin şüalarına qarşı daha həssas olurlar. Yəni tez rəngini itirmə xüsusiyyətinə malik ola bilirlər. Baxmayaraq da ki, tez boyanırlar. Ona görə yəni ipəkdən istifadə elədikdə daha diqqətli olmalıyıq o geyimlərə qarşı. Və müəllimlər, bugünkü dərsimiz bu qədər. Olduqca çox maraqlı və sadə bir mövzudur. İnanıram ki, sizin üçün də
daha əlverişli olacaq. Yəni öyrənməkdə çətinlik çəkməyəcəksiniz. Hər birinizə dinlədiyinizə görə təşəkkürümü bildirirəm və dərslərinizdə uğurlar arzulayıram. Növbəti dərsimizdə görüşənədək.